80-ci illərin sonu 90-cı illərin əvvəllərində milyonların sevimli serialı Santa Barbara idi. Bu sabun operası televiziyalarda 1984-1993-cü illərdə göstərilib. 2137 seriyadan ibarət bu serial sujet xətti ilə tamaşaçıların qəlbinə hakim kəsilmişdi. Sujet xəttinin əsasında varlı gözəl Eden Kepwell ilə zəngin olmayan, amma vicdanlı polis işçisi Cruz Castillo arasında olan romantik eşq əhvalatı dururdu. Serial xoşbəxt sonluqla bitmədi. Edəndə şəxsiyyətin ikiləşməsi baş verdi. O öz anasını öldürməyə cəhd elədi və naməlum məkanda gizlənərək yoxa çıxdı. Cruz isə Edenin kiçik bacısını sevdi və sonda ümumiyyətlə Meksikanı tərk edir. Amma real həyatda başrol ifaçılarının taleyi başqa cür olub. Cruz rolunun ifaçısı A. Martinez uğurlu serialdan sonra kinoda çəkilib. O baş hospital, cinayətkar kimi düşünmək, Çakinin lənəti və Longmire filmlərində maraqlı obrazlar yaradıb. Eden rolunu oynamış Marcy Oker'in isə hazırda 63 yaşı var. Bu seriala görə o 1989-cu ildə Emmy mükafatını alıb. Bundan sonra Marcy daha bir serialda işığa istiqmət verən və Hamısı Mənim Uşaqlarımıdır serialında çəkilib. Marcy Oker'in şəxsi həyatı barədə məlumat azdır. O 5 dəfə ərdə olub. Sonda inanclı olaraq dini həyatı seçib. Kilsədə rahibə pastor olub.